Salam. İndi biz deməli 2023-cü il 21 mayda ikinci qrupa qəbul imtahanına düşən test tapşırıqlarını həll edəcəyik. Bilirik ki, ilin bu vaxtı imtahana az qalmış. Qəbula hazırlaşmağın ən yaxşı, ən düzgün yolu əvvəllər qəbula düşmüş testləri eləməkdir. Nömrə 1. Mərkəzi O nöqtəsində əmsalı K bərabərdir 2 olan homotetiyada A nöqtəsi hansı nöqtəyə keçər? Homotetiyanın tərifi belədir. Deməli, mərkəzi O əmsalı K olan homotetiyada A nöqtəsi elə A1 nöqtəsinə keçir ki, burada o A1 vektoru bərabər olur K vurulsun OA vektoru. Bu cür çevrilməyə mərkəzi O əmsalı K olan homotetiya deyilir. Bizə əmsalı verib 2, A nöqtəsini verib koordinatları -2, -1, mərkəzin də koordinatlarını verib, hansı nöqtəyə keçir biz onu tapmalıyıq. Tutaq ki, bunun A nöqtəsinin keçdiyi nöqtə, yəni -2, -1-in keçdiyi nöqtə A1 nöqtəsidir. A1 nöqtəsində tutaq ki, koordinatları x, y-dir. Onda OA1 vektoru bərabər olacaq. O'nun koordinatları bizə məlumdur da 3, -2-dir. Onda OA1-in koordinatları olacaq x çıxılsın 3, y çıxılsın -2. O da eləyir y plus 2. O A'nın koordinatları. A'nın koordinatları -2, -1'dir. Deməli, -2 çıxılsın 3, -1 çıxılsın -2. O da eləyir plus 2. Bu da bərabər olur -5, 1. Aparıb homotetiyanın tərifində yerinə qoysuq. Deməli, onda olur ki, x minus 3 mənfisiz y plus 2 vektoru bərabərdir 2 vurulsun -5, 1 vektoru. Ədədin vektora vurulma xassəsinə görə 2-ni -5-ə vuranda -10, 2-ni 1-ə vuranda 2. İndi vektorun bərabərliyinin tərifinə görə x minus 3 bərabərdir -10, y plus 2 bərabərdir 2. Buradan x bərabərdir -7, y bərabərdir 0. Cavab B bəndi. Birincini həll elədik. İkinci. Poliqramın hündürlükləri 16 və 12-dir. Onun böyük tərəfi 20 olarsa, kiçik tərəfini tapın. Deməli, poliqramın tərəflərini verib. Tutaq ki, A tərəfi 16-dir, B tərəfi 12-dir. Sonra deyir ki, böyük tərəf. Böyük tərəf deyir, böyük tərəfi 20 olarsa, poliqramın hündürlüklərini verib. Hündürlükləri onda biz bunları işarə eləyək H-A, HB. Hündürlükləri işarə eləyək H indeksində A, bir də H indeksində B. Yəni A tərəfinə B tərəfinə çəkilən hündürlüklər. Sonra deyir ki, onun böyük tərəfi 20-dir. Böyük tərəf kiçik, böyük tərəfə çəkilən hündürlük kiçik olur. Deməli, onda böyük tərəfi bunun B-dir. B-ni verib 20, A-nı soruşur. B-ni verib 20. Poliqramın sahə düsturu belədir də, S bərabərdir A vur H-A və yaxud B vur HB. A vurulsun 16 bərabərdir 12 vurulsun 20. Buradan A-nı tapsıq, 12 vur 20, 320-ni bölərik 16-ya. Bu deyilər 20. 12 vur 20, 240 eləyir burada, 12-ni 20-yə vuranda. 240-ı bölürük 16-ya. 24-ü 16-ya böləndə bir dəfə. Deməli, 15 dəfə eləyir. Cavab Y bəndi.
Üçüncü. A və B natural ədədləri üçün 5A çıxmaq 4B-nin ifadəsinin ən kiçik qiymət aldığını bilərək 72 böl A plus B ifadəsinin ən böyük qiymətini tapın. Deməli, kəsirin ən böyük olması üçün surət sabitdir. Məxrəc ən kiçik olmalıdır. Deməli, A plus B cəmi gərək ən kiçik ola. A ilə də B natural ədəddir. 5A çıxmaq 4B-nin ən kiçik qiymət alması üçün A-nın yerinə götürə bilərik biz 5. B-nin yerinə götürə bilərik 4. A-nın yerinə, yox, tərsə dedim. A-nın yerinə 4, B-nin yerinə 5. A-nın yerinə götürsük 4, B-nin yerinə 5 götürsük, onda bu modulun qiyməti olacaq 0. Ən kiçik, daha 0-dan da kiçik olan məzmun. Bəlkə başqa variant da var. 5A çıx 4B-ni 0 eləyən. 4-dən 5-dən başqa A-la da B natural ədəddir. Başqa qiymətlər də ola bilər. Lakin bizə lazımdır ki, kəsirin ən böyük olması üçün məxrəc gərək ən kiçik ola. Ən kiçik AB budur. Onda A plus B eləyir 9. 4-ün üstə 5 gələndə 9. 72-ni də 9-a bölərik, eləyər 8. Deməli, elədi neçə? 8. Hansı variantdır? 8A variantıdır. Yox, bəlkə bundan da kiçiyi var. Ya bundan da böyüyü var. Baxaq bir də. Deməli, cavab onda oldu A bəndi. 4-cü. Bərabərsizlik sisteminin tam həllərinin sayını tapın. Birinci deməli kvadrat bərabərsizliyi. Birinci bərabərsizliyin köklərinin şifahi tapa bilərik. Vuranda 12 eləsin. Toplayanda müsbət 8. 2 ilə 6. İçi doludur. 2, 6. Böyük olduğuna görə cavablar kənarlar eləyir. Kvadrat bərabərsizliyidir. Sonra modulda x-2 kiçikdir 7-dən. Onun da həllini tapaq. Deməli, buradan belə alınır da. x-2 kiçikdir 7, böyükdür -7. Yəni, modulu 7-dən kiçik olan ədədlər -7 ilə 7 arasındadır. Bərabərsizliyin hər tərəfinə 2 əlavə eləsək, bu eləcək -5. Bunu eləcək 9. Hər tərəfə 2 əlavə elədik. Aldıq -5, 9 arası. -5 hardasa düşür bura. 9 da hardasa düşür bura. Bunların arası. Bu iki çoxluğun kəsişməsi eləyir. -5, 2 daxildir. Birləşmə 6, 9. Buradakı tam ədədlərin sayını soruşur. -5-dən 2-yə qədər tam ədədlərin sayı 2 çıx -5'dir. Yəni 7 də tam ədəd var burada. 6, 9 parçasında 9-dan çıxırıq 6-nın 3 dəyə də burada var. 7-nin də üstünə 3 gələndə 10 eləyir. Yarım intervaldakı tam ədədlərin sayını belə tapırlar. Uclar tam ədədlər olsa. 10 dənə. Cavab eləyir C bəndi. Beşinci. Şərtini ödəyən x və y həqiqi ədədlərin hasilini tapın. Bu da maraqlı təllidir. X kvadratla 2x'i bir qruplaşdıraq. Y kvadratla 4y-i bir qruplaşdıraq. 5-i də yazaq, 1 üstə gəl. Onu da belə eləyək də, eləmə, pozunu qoy. 5-in yerinə 1 üstə gəl 4 yazaq. 1-i götürək x-larla. X kvadrat minus 2x plus 1. 4-ü götürək y-lərlə. Y kvadrat plus 4y plus 4 bərabərdir 0. Alındı x minus 1-in kvadratı üstə gəl y plus 2-nin kvadratı bərabərdir 0. 2 ədədin kvadratları cəmi yalnız o vaxt 0 olar ki, toplamların hər ikisi 0 olsun.
Birinciden alınır x bərabərdir 1, ikinciden alınır y bərabərdir -2. X və y həqiqətlərin hasilini tap. X, y hasili 1 vururuq -2-yə eləyir -2. Cavab B bəndi. Nömrə 6. Malın qiymətini əvvəlcə 40%, sonra alınan qiyməti 50% uzlaşdırdılar. Deməli, əvvəl nə ayırırıq? 100%-dan 40% çıxırıq. Yerdə qaldı 60%. Sonra isə alınan qiyməti 50% uzlaşdırdılar. Baxaq görək bu alınan qiymətin 50%-i əvvəlki qiymətin neçə faizidir? 60-ın 50%-i əvvəlki qiymətin 30% edir. Deməli, 30%-ə sonra uzlaşdırdılar. Ona görə nə qaldı? 60-dan çıxaq 30-u qaldı əvvəlki qiymətin 30%. Sonra nə edirlər? Daha sonra yeni qiyməti 25% bahalaşdırdılar. İndi baxaq görək ki, qalanın 25%-i əvvəlki neçə faizidir? Getdi 4, bu da elədi 7,5%. Deməli, yeni qiyməti 7,5% bahalaşdırırlar. Malın ilkin qiyməti neçə faiz ucuzlaşdı? Deməli, gəlib dayanmışdı 30-da. 30-dan da çıxaq 7,5-i. Gəlib dayandı 22,5-də. Yox, burada ucuzlaşmayıb, burada bahalaşıb. Üstə gələk onda. Üstə gəlsi onda olacaq 37,5%. Oldu sonunda 37,5. 100-dən çıxaq biz 37,5-i. Yerdə qalır 62,5%, deməli ucuzlaşıb. Cavab A bəndi. 7-ci. Trigonometri tənli idi. 1 minus kosinus 6x mötərizədə vurulsun kosinus 3x bərabərdir sinus kvadrat 3x. Tənliyi deyir, həll edin. 1 minus kosinus 6x özü düsturdur. O 2 sinus kvadrat 3x-i 2 qat bucaq düsturuna görə. 2 sinus kvadrat 3x. Vurulsun kosinus 3x. Çıxılsın sinus kvadrat 3x. Bərabərdir 0. Sağı keçirdik sola. Sinus kvadrat 3x-i çıxardaq mötərizə xaricinə. Qalır 2 kosinus 3x minus 1 bərabərdir 0. Buradan 2 hal alınır. Ya sinus 3x 0'dır və ya 2 kosinus 3x minus 1 0'a bərabərdir. Birinciden alınır 3x bərabərdir pi k. K istənilən natural ədəddir. X-a bərabərdir pi k bölü 3. İkinciden alınır kosinus 3x bərabərdir 2'də 1. 3x bərabərdir plus minus pi böl 3 plus 2 pi k. K en yazmağın fərqi yoxdur burada. Pi böl 9 plus 2 pi k böl 3. Deməli, bilmirəm burada danışmışım yox, bir də izah edeyim 7-ni. Deməli, 1 minus kosinus 6x-in yerinə 2 qat bucaq düsturuna görə 2 sinus kvadrat 3x yazırıq. Sonra sağdakı sinus kvadrat 3x keçirdik sola. Sinus kvadrat 3x-i çıxartdıq mötərizə xaricinə. Vurğulara ayırdıq. Hər bir vurğu 0'a bərabər götürdük. Alınan sadə trigonometri tənləri əldə elədik. Keçək 8-ə. 8-də en sonsuzluğa yaxınlaşanda surətdəki ardıcıllıq da sonsuzluğa yaxınlaşır, məxrəc də sonsuzluğa yaxınlaşır. Qeyri-müəyyənli idi. Surət və məxrəci bölək n-ə.
Məxrəc eləyir 2. En kökün altına girəndə n kvadrat olur. Alınır 9 plus 1 bölü n kvadrat. Bu da 9 bölü n. 0, 0. 9'dan çıxır 3, məxrəcə də 2. Böləndə 1 onda 5. Cavab A bəndi. 9. Üssü bərabərsidir. Deməli, kub kök altda 2-ni yazaq 2 üssü 3'də 1. 2 üssü 3'də 1. Üssü 5 minus 2x. Kiçik bərabər 8'də 1 də yazaq 2 üssü mənfi 3. Qüvvətin xassəsinə görə alınır 5 minus 2x bölü 3. Kiçik bərabərdir mənfi 3. Əsas birdən böyük olduğuna görə işarə dəyişmədi. Yox, hələlik 2 üssü mənfi 3 yazırıq burada. 2 üssü mənfi 3. Sonra 5 minus 2x bölü 3. Kiçik bərabərdir mənfi 3. İşarə dəyişmir, əsas birdən böyükdür. Müsbət 3'ə vuraq hər tərəfi. Müsbətə də vurduğumuza görə yerə dəyişmir. Mənfi 9. Buradan alınır mənfi 2x kiçik bərabərdir. Mənfi 9 çıx 5. Mənfi 2x kiçik bərabərdir. Mənfi 14. Mənfi 2'yə böləndə işarə dəyişəcək. X böyük bərabərdir 7. Nə soruşur burada? Həll edin. 7'dən böyüklər B variantıdır. 7 müsbət sonsuzluq. 10-cu. Tangens alfa çıx tangens beta mötərizədə belə bir ifadə verib deyir sadələşdirir. Belə eləyək. Tangens alfa çıx tangens beta saxlayaq. Kotangens alfa minus beta için tangens alfa minus beta tüsünü yazaq. Onda burada olacaq tangens alfa çıx tangens beta. Burada da 1 plus tangens alfa tangens beta. Toplama tüsünüdür. Əvvəllər tangesi o cür yazırlar. İndi təzə qaydaya görə bu cür yazırlar. Mən də təzə qayda ilə yazdım. Tangens alfa tangens beta plus kotangens alfa vurulsun kotangens alfa surətə çıxanda. İxtisar getdi bunlar. Qaldı 1 plus tangens alfa tangens beta. Çıxmaq tangens alfa tangens beta. Üsə gəlmək kotangens kvadrat alfa. Tangens alfa tangens betalar getdi. Qaldı 1 plus kotangens kvadrat alfa. Bu deyilir 1 bölmez sinüs kvadrat alfa. Eğimliydi bu da. Cevap A bəndi. Logaritma 3 əsasa görə 9 yazaq 3-2, kök altda 3 yazaq 3-2'də 1. Bu deyilir logaritma 3 əsasa görə 3-2'də 1. Logaritmin tərifinə görə bu deyilir 2-2'də 1. O da bərabərdir 2'də 5. Cavab Y bəndi. Düzgün olmayan kəsə çevirəndə. 12. Düzgün kəsik piramidanın oturacaqları xaricinə çəkilmiş çevrələrin radiusları
25 və 10'dur. Düzgün kəsik piramidanın oturacaqları xaricinə çəkilmiş çevrələrin radiusları 25 və 10'dur. Hündürlüyü isə 8'dir. Kəsik piramidanın yan stilini tapın. Düzgün kəsik piramidanın oturacaqları xaricinə çəkilmiş çevrələr. Demir neçə bucaqlı kəsik piramidadır. Belə eləyək. Çevrələrin mərkəzlərini götürək. Yuxarıdakı O1 olsun, aşağıdakı O2 olsun. Bu da olsun yan tel. A1. Bura olur 10 radius. Burada olur 25. Hündürlük budur. O1, O2'dir. A1 nöqtəsini köçürək paralel. Bu da olsun B nöqtəsi. Hündürlüyü verib 8. Bu AB'yi də tapanda 25'dən çıxırıq 10. Eləyir 15. Bu da oldu 15. Pifagor teoreminə görə A1'i tapırıq. 15'in kvadratı üstə gəl 8'in kvadratı. Bu da eləyir 17. Cavab 17. B bəndi. Konus verilib, doğranı verilib. Təpədəki müstəvi bucağı verib 90 dərəcədir. Konusun oturacağının sayısını soruşur. Əvvəlcə ox kəsiyin AB-ni tapaq, yəni diametri, oturacağın diametri. Üçbucaq ABC Pifagor teoreminə görə tapırıq. 2 kök altda 2 vur kök altda 2 eləyir 4. AB 4-dürsə, onda radius olur 4'ün yarısı 2. Oturacaq da dairədir. Dairənin sayısı pi r kvadrat olur. Bu deyilir 4 pi. 2'nin kvadratı 4 edir 4 pi. Cavab C bəndi. On dörd. Funksiyanın iptidai funksiyası ümumi şəklini tapın. Böyük x soruşur. 10x-9'un iptidai funksiyası x-10'dur. 3'ün də iptidai funksiyası 3x. Bir də plus c sabiti olanda ümumi şəkil olur. Cavab A bəndi. Beta kör, gamma açıq bucaq, alfa plus beta plus gamma 300 dərəcədir. Gamma yerinə onda 180 dərəcə yazaq. Alfa plus beta plus 180 dərəcə. Bərabərdir 300 dərəcə. Buradan alınır alfa plus beta bərabərdir 120 dərəcə. Beta'da kör bucaq verib. Alfa bucağın dərəcə ölçüsünü ala biləcəyi ən böyük tam qiyməti tapın. Yaxşı, burada beta bizə verib ki, beta. Kör bucaqdır, yəni 180'dan kiçikdir, 90'dan böyükdür. Yuxarıdakı bərabərlikdən alfa tapsıq. Ya beta tapaq. Beta tapaq, olar, o da olar. Beta da tapmaq olar. Beta tapsıq 120 dərəcə çıxarp olur. Gətirək burada 120 çıxarpa yazaq. 90 kiçikdir 120 çıxarpa kiçikdir 180 dərəcə. Bu bərabərliyi həll eləyək indi. Hər tərəfə mənfi 120 əlavə eləsək, bu olur mənfi 30, bu olur mənfi alfa. Bu da olur 60 dərəcə. Hər tərəfə mənfi 120 əlavə edirik. Hər tərəfə mənfi 1'ə vursun, bərabərliyin işarəsi dəyişir. Mənfi 60 bura düşür, 30 bura düşür. Alfa mənfi olanmaz, deməli 0 dərəcə ilə 30 dərəcə arasındadır. Deyir, olarsa ən böyük tam qiymətdə 29 dərəcə edir. Cavab D bəndi.
16. Diametri AC olan çevrədə AMB qövsünün uzunluğu 6 pi'dir. Qövsün uzunluğu. Qövsün uzunluğunun tuturu necədir? L bərabərdir. Çevrənin uzunluğun bölü 360'a. Vururuq alfa dərəcəyə. Alfa dərəcəli qövsün uzunluğudur. Deyir AMB qövsünün uzunluğu 6 pi'dir. Bunu verib 6 pi'yə bərabərdir. Hər tərəfi 2 pi'yə bölsük. R bölü 360 dərəcə vur alfa dərəcə bərabərdir 1 olur. BNC qövsünün uzunluğu 2 pi'dir. BNC qövsünün. Burada da onda BNC qövsü. Orada da R həmin R'dir. Deməli olacaq R bölmək 360. Bu da olsun beta dərəcə. Bu da bərabərdir 2 pi'yə. Yəni biz bu bucağı götürdük alfa. Bu bucağı götürdük beta. 2 pi'yə də böləndən sonra burada da 1 eləyir onda. Bir 6 pi'ni 2 pi'yə böldü 3 eləyir burada. Burada isə o tərəfdə də 2 pi'dir, burada da 2 pi'dir, eləyir 1. Böyle bir sistem oldu. Böləndə alfa bölü beta bərabərdir 3. Deməli alfa bərabərdir 3 beta. Alfa ilə də beta qoşu bucaqlar olduğuna görə cəmi 180 dərəcədir. Alfanın yerinə 3 beta qoysun. 3 beta plus beta bərabərdir 180 dərəcə. 4 beta bərabərdir 180 dərəcə. Beta bərabərdir 45 dərəcə olur. Beta 45 dərəcə. Beta'nın yerinə 45 dərəcə qoyaq. Harda qoyaq beta yerinə? Harda beta var? Orada, burada. R bölü 360 vur 45 dərəcə bərabərdir 1. 45 ilə 360 ixtisar gedir. R bölü 8 bərabərdir 1. Radiusa buradan olur 8. Cavab B bəndi. Nömrə 17. Biri digərinin alt çoxluğu olmayan A və B çoxluqları üçün birləşmədə 12 element var. Biri digərinin alt çoxluğu deyil. 2 də çoxluğu da A, B. Kəşməsində 4 element var. A-la B kəşməsində 4 element. B çoxluğunun ən çoxu neçə elementi var? B-nin ən çox elementi olması A-nın qəri elementin sayı ən az olsun. Alt çoxluğu da 4-sə aşağısı burada 1 olmalıdır. Bu da 1 də olsa birləşmədə də 12 element var. 12-dən onda çıxarıq 1 plus 4-ü. Yəni 5-i bu da eləyər 7. Deməli 7 element olsa 12. Biri digərinin alt çoxluğu olmayan A və B çoxluqları üçün. Onda bir dənə variant var da burada. Bu 7. 7-dən də çoxalmaq üçün burada. 7 cavab yoxdur. Onda var bir ümumiyyətlə kəsişməsi. Ancaq deyir axı kəsişməsində 4 element yox. Kəsişmə olmalıdır. Deməli oldu burada 7 element. Yəni B-nin A-ya daxil olmayan elementləri 7-dədir. Onda B çoxluğunda neçə element eləyir? 4 üstə gəl 7 eləyir 11. Cavab A bəndi.
Tənliyin köklərinin kvadratları cəmini tapın. Yüksəldək kvadrata. Yüksəldək kvadrata. Sol tərəfi kvadrata yüksəldəndə qaldı 10 plus y. Sağ tərəfdə edir 20. Üstə gəl 10 minus y. Çıxmaq 2 vurulsun. 20'ni də kökə vuranda edir 200 çıxmaq 20 y. Y-ləri sərbəst səddədir. Bu kökü keçirdirəm bu tərəfə olur. 2 kök altında 200 çıxmaq 20 y. Qalanları keçirdirəm sağa. 20 10 elir 30. Bu onlar getdi. Qaldı burada 20 çıxmaq 2 y. Hər tərəfi 2-yə bölək. 200 çıxmaq 20 y. Bərabərdir 10 çıxmaq y. Burada 20'ni çıxardanda burada da 10 minus y olurdu. 20'ni yazaq hələ gədə bir yaxşı kimi 20 kök altında 100 minus y. Belə etdi bu. Çıxmaq kök altında 20 çıxanda 10 minus y edir. 100 yox. 10 minus y. Çıxmaq mötərizədə 10 minus y bərabər 0-a. Kök altda 10 minus y çıxardaq mötərizə xaricinə. Qalır kök altda 20 çıxsın, kök altda 10 minus y. Bərabər 0. Buradan alınır ki, ya 10 minus y 0 olmalıdır və ya kök altda 10 minus y, kök altda 20 olmalıdır. Buradan 10 minus y bərabərdir 20, y bərabərdir mənfi 10. Buradan da y bərabərdir 10. Y 10, bir də y mənfi 10. Bu kökün biri, bu da kökün ikincisi. Bizə deyir, tənliyin köklərin kvadratları cəmini tapın. 10'un kvadratı üstə gəlir mənfi 10'un kvadratı. Bu deyilir 200. Cavab C bəndi. Nömrə 19. ABCD kvadratında bucaq ADM bərabərdir MDC. MK perpendikulyardır MD. MD'ni verib 11 kök altda 2, AK'nı verib 6, BK'nı soruşur. Bu bucaqların bir-birinə bərabər olması o deməkdir ki, onda D-mi uzatsıq, kvadratın diagonalı alınacaq. Bir-birinə bərabərsə deməli 45'dir. Ona görə bu sağdakı şəkildə uzatdım. Deməli, bu bucaqlar onda 45 dərəcə olur. 45, 45. Bizə BK-nı soruşur. Biz BM x deyək, KM də x olacaq. 45 dərəcəli bucaq qarşısında dayandığına görə. BK olacaq x kök altda 2. AK-nı da verib 6. Onda kvadratın tərəfi oldu. X kök altda 2, üstə gəl 6. D-mi də verib 11 kök altda 2. Kvadratını da bilirik ki, diagonalı bərabərdir. Tərəfi vurulsun kök altda 2'yə. Bizim məsələdə diagonalımız x üstə gəlmək 11 kök altda 2'dir. Tərəfimiz x kök altda 2 üstə gəl 6'dır. Bunu vuracaq kök altda 2'yə. Tənliyimizi qurduq. İndi bu tənliyi həll eləyək. 11 kök altda 2. X kök altda 2'ni kök altda 2'yə vuranda 2x. Üstə gəl 6 kök altda 2. Qısa çevirmədən sonra x bərabər olur 5 kök altda 2. Bizə lazımdır BK. BK da x kök altda 2'dir. 5 kök altda 2'ni kök altda 2'yə vuranda elir 10. Cavab 10 deməndi. Nömrə 20. Kompleks ədədin modulunu tapın. Z bərabərdir 2 çıxmaq i-ni kubun modulu.
Burada iki yol var. Birinci kub düsturunu açıp sonra modunu tapa bilərik. İkincisi modunu tapıb kuba qaldıralım. Gəlin biz belə eləyək. Deməli bu 2 minus i-yə z1 deyək. Bunun modulunu tapaq. Z1'in modulu olacaq. Kök altında 2'nin kvadratı üstə gəl mənfi 1'in kvadratı. Bu elədir 5 kök altında. Sonra bunu kuba qaldıraq. Kök altında 5'i kuba qaldıraq. Bu deyilir 5 kök altında 5. Cavab 5 kök altında 5 A bəndi. Xassə var da belə. O bir yolda belədir, z bərabərdir, açaq indi onu. Birincinin kubu 8, çıxmaq. Birincinin kvadratı vur 3, 4 vur 3, 12 i. Üstə gəl. İkincinin kvadratı i kvadrat, vur 2 vur 3, 6 i kvadrat. Çıxmaq i kub bərabərdir. 8 çıx 12 i. I kvadratı yerine mənfi 1 var, deyir mənfi 6. Burada da i kubu yazaq, i kvadrat vur i. I kvadratın yerine mənfi 1 var, olur bu cür. 8, 6, 2, çıxmaq 11 i. Yaxşı, 121, 4. Deməli, onda burada modulda z bərabərdir. Kök altında 2'nin kvadratı üstə gəl. Mənfi 11'in kvadratı. 121'in üstünə 4 gələndə 125. 125'də 5 kök altında 5 deməkdir. Bu da ikinci yol. %21'də deyir funksiya verilib, bir nöqtəsində törəməsini tap. Əvvəlcə funksiyanı sadələşdirmək üçün surət məxrəci x-a bölə eləyir 1 plus x bölünsün x kvadrat. Sonra kəsirin törəmə qaydası ilə törəmə alaq. Məxrəcdə yazılacaq məxrəcin kvadratı, yəni x üstü 4. Surətdə olacaq surətin törəməsi 1 plus x-in törəməsi vur məxrəc, çıxılsın. Məxrəcin törəməsi vurulsun surət. Bu da bərabərdir. Məxrəcdə x üstü 4. 1 plus x-in törəməsi 1 eləyir. X kvadrata vuranda x kvadrat. X kvadratın törəməsi 2x. Vurub açıq 2x minus 2x kvadrat. Bu da bərabər olur. Mənfi x kvadrat minus 2x böl x üstü 4. X-a bölə surət məxrəci biraz da sadələşdirək. Mənfini də qabağa çıxardaq. X plus 2 bölünsün x kub. İndi törəmənin birdəki qiymətini tapaq. Mənfi 1 plus 2 böl 1'in kubu. Bu deyilir mənfi 3. Cavab Y bəndi. 22. Deməli, A vektorun komponentlərini verib, B vektorun komponentlərini verib, C vektorunun uzunluğunu soruşur. C vektorun komponentlərini biz götürək. X, Y, məhsuldur ikisi də. Ədədin vektorların skaler hasilinin xassəsinə görə A-nı C-yə bıraq. A vektoru vur, C vektoru. Bu niyə bərabər olacaq? A-nın koordinatları mənfi 1, 4'dür. C-nin koordinatları x, y. Uyğun koordinatları vurup toplayırlar. Mənfi 1 x-a vuranda mənfi x, 4 y-a vuranda 4 y. Bu da şərtə görə bərabərdir 2'yə. Sonra B-ni C-yə bıraq. B vektoru vur, C vektoru. B-nin koordinatları 4, mənfi 1'dir. 4'ü vurur x-a, mənfi 1'i vurur y-a. Bunun da hasılı 7'dir. İndi bu sistemi biz həll eləyək. C vektorunun koordinatları lazımdır bizə. Nə var? Birinci tənliyi vuraq 4'ə, ikinci ilə toplayaq. Mənfi 4x, 4x getdi. 8y40 üstə y gəlir, mənfi y gələndə elə 7y. 4'ə vurduq birinci tənliyi, ikinci ilə topladıq. 8 üstə 7 gələndə 15. 4'dəki 8 üstə 7 gəldi, elədi 15.
Bir dənə baxaq belə düz yazırıq. X-i mənfi 1-ə vurduq, mənfi x, 4-ü y-ə vurduq, 4y bərabərdir 2. 4x çıxmaq y, mənfi 1 vurduq da y-ə bərabərdir 7. Birinci təmliyi 4-ə vurduq. 4-də 4, 16 eləyir. 16 ilə də 1, burada 15 elədir. Burada səhv olur. 15y, 15. Y elədi 1. Y-in yerinə 1 qoyaq ikinci tənlikdə. 4x çıx 1 bərabərdir 7. Buradan da x bərabərdir 2 alınır. Onda c-nin uzunluğu bərabər olur. Kök altda 2-nin kvadratı üstə gəl 1-in kvadratı. Yəni vektorun uzunluğu o koordinatların kvadratları cəmini kök eləyir. Bu da kök altda 5 oldu. D bəndi. Verilmiş üçbucaqda kosinus alfanı verib, kosinus alfanı verib, sonra a kvadrat plus b kvadratda verib ki, c-yə bərabərdir. Bu a kvadrat plus b kvadratın c kvadratına bərabər olması o deməkdir ki, üçbucaq düzbucaqlı üçbucaqdır. C-nin qarşısında dayanan bucaq düzbucaqdır. Burada böyük C yazın. Yəni böyük C bucağı 90 dərəcədir. Düzbucaqlı üçbucaqsa onda burada trigonometriya tətbiq edə bilərik. Kosinus alfa qarşıdakı katetin, yox, bitişik katetin hipotenusa nisbətidir. Yəni kosinus alfa bərabərdir B-nin C-yə nisbəti. Bunu da verib ki, 7 böl kök altı 58. Bizdən nə soruşur? Bu ifadəni soruşur. Onda biz belə eləyək də elə. Yazaq B bərabərdir 7K. C bərabərdir kök altı 58K. Pifaqor teoreminə görə A-nı tapaq. C-nin kvadratı çıx B-nin kvadratı. Bu eləyir 58K kvadrat çıxmaq 49K kvadrat. Çıxanda 9K kvadrat kök çıxır 3K. A da oldu 3K. Aparaq soruşulanda qoyaq yerinə də bizdə burada 4B çıx A. A plus B-ni soruşur. B-nin yerinə 7K yazsaq. 4-ə vuranda 4 7. 28K. Çıxmaq A. A da 3K'dır. A 3K. B'də 7K. Bu da bərabərdir. 28-dən 3 çıxanda 25K. Bu da 10K. Bu da bərabərdir. 25-i 10-a böləndə 2 tam 10-da 5. 24-də deyir ki, B 11 olanda kəsin qiymətini tap. 11-i yerinə qoyub hesablaya bilərik. Kim istəyir elə hesablasın. Amma mən başqa cür hesablayacağım. B üssü 4, B kvadratın kvadratıdır. 4-də 2-nin kvadratıdır. Bura B kvadratla 2-nin hasilini 2 mislinə əlavə edəcəm. 4B kvadrat. Həm də çıxacaq. Məxrəcdə B kvadrat üstə gəl 2B üstə gəl 2. İlk 3'ü düsturdur. Hansı düsturun açılışıdır ilk 3'ü? B kvadrat üstə gəl 2B'nin B kvadrat üstə gəl 2'nin kvadratıdır. B kvadrat üstə gəl 2'nin kvadratı qalanda ilk 3'ün verir. Axırdakı 4B kvadratda 2B'nin kvadratıdır. Məxrəc qallı olduğu kimi. Çünki bu misal dəstlikdə də var, topluda da var idi ki, vurğuları ayırın. Oradan yadımda qalıb ki, bunu vurğulara ayırmaq olar. B kvadrat plus 2 çıxmaq 2B. B kvadrat üstə gəl 2, üstə gəl 2B.
Məxrəcə də b kvadrat üstəgəl 2b üstəgəl 2. Getdi ixtisar. Qaldı b kvadrat çıxmaq 2b üstəgəl 2. B'nin yerine 11 yazsa 11'in kvadratı 121. 2'ni 22, 11 abranda 22. Üstəgəl 2. Mənfi 20 edir 101. 24'ün cevabı oldu 101. Nömrə 25. Simmetri oxu x bərabərdir mənfi 2 olan y parabolasının təpən nöqtəsi apsoxu üzərində yerləşir. P plus Q cəmini tapın. Deməli, bu veriləndən belə çıxır ki, m mənfi 2-dir. N-dəki 0-dır. Simmetri oxu təpə nöqtəsidir, apsox üzərindədir. Apsox üzərindəsə n 0-dır. Simmetri oxu da x bərabərdir mənfi 2 olduğuna görə m mənfi 2-dir. M-in də düsturu nətərdir? Mənfi b bölü 2a-dır. Bizim misalda b-nin yerində p plus 1-dir. Mənfi p plus 1. A da 1-dir. Oldu 2. Bu bərabərdir mənfi 2-yə. Buradan p plus 1 bərabərdir 4-ə. P deyilədi 3. P tapıldı. P tapıldı. İndi keçək Q-nü tapmağa. Q-yu tapmaq üçün də n vardı. N 0-dır. N'in də düsturu nətərdir? M bərabərdir mənfi b kvadrat çıxmaq 4ac böl 4a. Bizim misalda b nədir? P plus 1'dir də. B P plus 1'dir. P'yi də 3 tapmışıq. 3 üstə 1 gələndə 4 edir. B'miz 4'dür. 4'ün kvadratı 16. Çıxmaq 4ac. A 1'dir. C də 2'dir. 4Q. 4A bu da 4. Bu da bərabər 0'a. Kəsin 0 olması üçün surət 0 olmalıdır. Buradan da Q elədi 4. Soruşulur P plus Q. P'ni 3 tapdıq, Q'nu 4 tapdıq. Toplayanda elədi 7. Cavab 7. 25'in cevabı 7. Keçək 26'ya. Deyir ki, müstəvini kəsən parçanın A və V ucları və M orta nöqtəsinə müstəvinə uyğun olaraq A1, V1, M1 nöqtəsində kəsən paralel çıxıqlar çəkilmişdir. A1'i verib, M1'i verib, B1 parça. Hazır düsturdan da istifadə edə bilərik. Düstur belədir ki, kəsəndə deməli M1 bərabərdir. Fərqin yarısı. İndi hansı böyükdür bilmədiyimizə görə modulda yazacağım burada. AA1 çıxmaq BB1 bölmə 2. Qiymətləri qoyaq yerinə. M1'in qiymətini verib 9'u. AA1'i verib 6'dır. Çıx BB1 bölü 2. Deməli, onda 6 çıxmaq BB1 bərabərdir 18. Buradan 2 al var da 6 çıx BB1 18 ola bilməz. 18 olsa onda BB1 məhv alınır. Bu məhv 18 olmalıdır. Buradan da BB1 olur 24. Cavab deməli 24. Mən hazır düsturdan istifadə elədim. Çertiyojla da çəksək, məsələnin həlli belə olur. Perpendikulyar çəkirik. BA A1, bu da B1. Bu da olsun orta nöqtə. M1. Bu məsələni həll eləmək üçün AA1 uzadırıq.
B1, B'den paralel çekilir A1, B1'e. Sonra MN1 de çekilir aşağı. Burada deməli 6 vermişdi. B1 de yoktu. Burada eksi. Burada eksi olur. MN1'i de verip ki 9. Burada 9. Deməli bizdən nə soruşurdu? BB1 parçasının uzunluğu. Hamısı bu x idi də buradan bura. Onda bura nə eləyəcəkdi? X çıxmaq 9 olur bura. Orta xətt haqqındakı düstura görə yazırdıq ki, x çıx 9 bərabərdir 6 plus x-in yarısı. 2x çıx 18 bərabərdir 6 plus x. X də bərabərdir. Bu 2x çıx 18 etdi. 24. Yəni belə də eləmək olardı şəklini. Mən hazır düsturunu elədim. İkinci yol. 27. Uyğunluq testidir. Birinci. A4'ü verib 4'dür. A9'u verib 3'dür. Burada müəyyən şeylər var, onları soruşur. Əvvəlcə D-ni tapaq. D-ni tapmaq üçün A9'dan çıxaq A4'ü bölək 9 minus 4'ə. Düstur var da belə. 3 çıxmaq 4 bölmək 5. Deməli A9'dan çıxdıq. 3 çıxmaq 4 bölədim mənfi 5'də 1, yəni mənfi 0.2. Cavab C bəndi. Sonra burada nəyi tapıb? O A13'ü tapıb, A10'u tapıb. A10'u tapım əvvəl. A10 bərabərdir A9 üstə gəlib D. A9 3'dür. 3'ün üstə mənfi 0.2 gəlində 2.8 eləyir. A10 elə deyir burada. Sonra A13'ü tapıb. A13 bərabərdir A9 üstə gəl. 13'dən 9 çıxırıq. A13 bərabərdir A9 üstə gəl. 13'dən 9 çıxırıq 4 eləyir də 4'dür. A9'un qiyməti 3'dür. 4'ü də vuruq mənfi 0.2'yə. Eləyir 0.8. Bu da eləyir 2.2. Bu cavab da yoxdur. Bir də qaldı neçə tapmaq? S13'ü tapmaq. S13. S13'ün düsturu 2A1 üstə gəl 12D. Vur 13 böl 2. 2'yə ixtisar gedir A1 plus 6D vur 13. A1 də yoxdur ki. Bu 2A1 plus 12D. Bunda biz belə eləyək, o düsturdan istifadə eləməyəcəm. A13'ün bu düsturdan istifadə edəcəm. A1 plus A13 böl 2 vur 13. Sonra ədəd sən xassəsinə görə ancaq orada 13 eləyir, burada 13 eləmir də. Onda gərək, onda biz belə eləyək də burada. A1'i də tapaq da. Əvvəl A1'i tapaq. A4 bərabərdir A1 plus 3D. A4'ün qiymətini verib 4. A1 yoxdur. 3D mənfi 0.6. A1 də bərabər oldu 4.6. A1 4.6'dır. S13'ün indi düsturunu yazaq. 2A1 plus 12D vur 13 böl 2. 2A1.
A1 4/6 elədi 9/2. 12D. 12-ni D-yə vuranda D neçədir ki? Mənfi 0/2 etdə. 12-ni 0/2-yə vuranda 2/4 vur 13/2. 9/2-dən 2/4 çıxanda 6/8. 6/8-i böləndə 2-yə 3/4 vur 13. Vuraq görə bu neçə eləyir? 13-ü 3/4-ə vuraq. 13 vur 3/4. 4 4 12 bir yadda. 52 9 bir yadda. 4 2 4 5 54/2. Bu cavab da yoxdur. Boş-boşuna bunları tapdıq biz. Bir dənə C variantı olduğumuz. Hərəsi üçün biz 5 dənə misal eləməliyik burada. Bu 15 dənə misaldır. Başınıza xeyir olsun sizin. Bu bir misal. İkinci. A2-ni verib, 6-nı verib. 2. Deməli, bunları biz həll eləməyə dursa, 3 dənə uyğunluqdur. Burada da 5 dənə cavabdır. 15 də eləməliyik. Amma burada bəzi şeylərə diqqət eləsək, 15 dənə də eləməyə ehtiyac qalmır. Yəni, yoxsa bu eləyib qutarmaq olmaz 3 saata. Deməli, bəzi məqamlara fikir vermək lazım. O məqamlar hansılardır? Məsələn, ikincinin üzərində onu deyim. A2-ni verin -1, A6-nı verin -3. Deməli, burada görürük ki, hədlər get-gedə azalır. Get-gedə azalırsa, bu A bəndi burada cavab ola bilməz. D bəndə cavab ola bilməz. D-sini də tapdıq məlum düsturla. A6-dan çıxdı A2-ni bölünür, -0/5 elədi. J bəndi bunun cavabıdır. Deyirik, A ola bilməz, D ola bilməz, B də ola bilməz. Çünki bunun get-gedə azalırsa, 6-cı əddi, 1-ci əddi -1-dir, D-si də -0/5-dir. 2-ci əddi verib, deməli, burada 10-cu hədd ki, -2-dir, 10-cu hədd. 10-cu hədd -3-dən kiçik olmalıdır, get-gedə azalmalı, o da ola bilməz. Ona görə ancaq Y-dir burada cavab. Keçdi 3-cüyə. A5-i verib 10, A9-u verib 14. Bu get-gedə artır. D-sini tapdıq. A9-dan A5-i çıxıb böldüyü indekslərin fərqinə 1 elədi. Sonra A1-i də tapmaq lazımdır. A1-i də tapdıq. A5 çıxıb 4 D düsturu ilə. Bu da 6 elədi. A13-ü tapırıq. Hədlər get-gedə artdığından A13-ü tapdıq. A9 üstəgəl 4 D düsturu ilə elədi 18. Burada cavab B bəndi ola bilməz, burada mənfidir. Çünki get-gedə azalmır, bu get-gedə artır. D-sini də tapmışıq. Bir də qalır D bəndi. D bəndində S13 tapdıq. Gördük ki, cavab gəldi 116, 156. Cavab A-nın D oldu. Keçək situasiya məsələsinə. Şagirdlər bayram şənliyi üçün 15 ədəd göy, qırmızı və yaşıl rəngdə düzgün altıbucaqlı prizma formalı qutu hazırladılar. Hər bir qutunun yan səthinin açılışı 6x42 cm ölçülü düzbucaqlıdır. Həcmi isə bu şərtlər daxilində ən böyükdür. Qutunun hər birinin oturacağı elə dairə formalı kartondan kəsilib ki, itki ən az olub. Necə eləyək? Deməli, deyir, düzbucaqlıdır. Çəkək düzbucaqlı açılışı. Deməli, bu olsun, bilmirik də, indi 6 bura olsun, 42 də bura olsun. Ya 42 bura olmalıdır, 6 bura olmalıdır. Ya 6 bura olmalıdır. Hansının həcmi böyüksə biz onu götürməliyik. Belə olanda, onda bu düzgün altıbucaqlıqdır, açılışı belə altıbucaqlı çəkək. Belə olanda 42-ni 6-ya bölündə tərəflər eləyir 7. Belə olanda 6-nı 6-ya böləndə 6, bunlar olur 1. Tərəflər olur 1. Yaxşı. Düzgün altıbucağın da sayısı necə hesablanır ki, S oturacaq bərabərdir.
3 kök altda 3 böl 2 a kvadrat. A birinci halda burada 7'dir, ikinci halda neçədir? 1'dir. Deməli onda əvvəlki birincinin həcmini tapanda nətər olacaq bu? Həcm bərabərdir. S oturacaq, vurulsun H. Oturacağın sayısı olacaq 3 kök altda 3 böl 2 vur A-nın kvadratı. A 42'dir. 42'nin kvadratı. A yox 7'dir. Tərəfi 7 tapdıq da. 7'nin kvadratı 42'ni 6'ya bölürük. 7'nin kvadratı vurulsun H. H da 42'dir. Bunu hesablasaq 441 kök altda 3 eləyir. 441 kök altda 3. İkincinin həcmini hesablasaq S oturacaq 3 kök altda 3 böl 2 A kvadrat. A neçədir orada? A 1'dir. Deməli 1'in kvadratı 1. Hündürlüyü də 42'dir. Vur 42. Vur 42. 42'ni 3'e vuranda 42'ni 2'ye bölündə 21, 21'i 3'e vuranda 63 kök altda 3. Bu az. Onda böyük budur. 441 kök altda 3. Böyük odur. Bir kutunun həcmini tapın. Onda 28 həll oldu. 28'də cavab oldu 441 kök altda 3. Bu bir kutunun həcmidir. Böyüyü götürdük. Keçək 29'a. Bir kutunun oturacağı hazırlanarkən dairə şəkilli kartonun itkiyə gedən hissəsinin sayısını hesablayın. Düzgün altıbucaqda eğer A'ya bərabərdir. A da 7'dir burada. Onda dairənin sahəsi S dairə, yəni oturacaqdakı xarici çəkilmiş dairənin sayısı pi kvadrat üstündə hesablanır. Bu deyilir deməli 49. Pi'ni də verib ki 3 götürün. 147 elədi. Düzgün altıbucağın da sayısını bir ağa hesablamışdıq da orada. S oturacağı sayısı 3 kök altda 3 böl 2 vur 49. Bu deyilir 147 vur 1 onda 7 böl 2. Bunu da hesablasaq neçə eləyir? 147 vur 0.7 böl 2. Bizə bunu olsun soruşmur ki, itkini soruşur da, itkini tapmaq üçün itki çıxacaq. Dairənin sayəsindən 147'dən çıxaq. 147 vur, 1.7'ni 2'ye bölündə 0.185 eləyir. Bu deyilir 147 vurulsun. 1'den 0.185 çıxanda 0.115 eləyir. Bunu da vuranda eləyir 22 tam 105. Deməli cavab oldu 22 tam 105. İkiye gedən hissədir bu. 30. Yaşıl kutuların sayı göy kutuların sayından 3 dəfə çoxdur. Göy, yaşıl, qırmızı. Göy kutuların sayı x, yaşıl kutuların sayı 3 dəfə çoxdur. Qırmızı kutuların sayından isə 1 ədəd azdır. Onda qırmızı 3x plus 1 olur. 15 də kutudur. Buradan alınır 7x bərabərdir 14. X bərabərdir 2. Onda göy kutu oldu 2'də. Yaşıl kutu oldu 6'da. Kırmızı kutu oldu 7'də. Cəmi 15'dədir. Bir bu kutudan təsadüfən 3'ü seçilir. Deməli M bərabərdir 15'dən 3. 15'ten 3 eləyir 15 vur 14 vur 13 böl 1 vur 2 vur 3 bu denir 6. 14 getdi 2'ye 7 bu 3. 3 də 15'e getdi 5.
35 vur 13 qaldı burada. Bu qalsın burada 35 vur 13. Keçək indi 55 dallara baxaq. 55 dal görək nədir? Seçilən qutuların hamısının eyni rəngdə olması hadisəsinin ehtimalı. 3 dənə seçirik. Onda göy qutu seçməyəcəyik. Burada 2 dənədir. Hamısı eyni rəngdə olsun. Yaşıl qutuların 6-sından 3-ün 6-dan 3-sündan seçə bilərik. Üstəgəl qırmızılarda 7-dən 3-ün 7-dən 3-sündan seçə bilərik. Onda bu deyilir deməli 6 vur 5 vur 4 böl 6. 7 vur 6 vur 5 böl 6. 6 getdi 20 burada 35 burada elədi 55. Onda tələb olunan hadisənin ehtimalı oldu. 55 böl 35 vur 13. 5'e ixtisar getdi 11, bu da 7. 7 də 13, 91, bu da 11. Cavab elədir 91-də 11. Bu belə oldu da bu illəri bax düşən belə olub. Bu həndəvərdə də baxıb çalışmaq lazımdır. Sağ olun.